Mən neymələ salacaq? Aileye selam. Bəli. Biz sizi çok istəyirik, çok sevirik, istəyirik ailenizdə. Öpürəm çoxlu var olasınız. Çox sağ olun. Öpürəm sizi çoxlu nuş Mən də olsun. sizə. Paka. Salatı göstər də baxaq. Saçım yanından yaraşmır. Niyə? Soğan yox da. Nə bilməm, nə gəldim düzəltdim. Xiyar var, pomidor var, qarox var, göyərti var. Qarışıq bir şeydir həyatım. Zövqə görə. Bismillahdır. Gəldi Hacı xanımlar. Gözümü dartdırmışam, yox. Öz gözlərimdə, mən gözləri çox dartdırmamışam. Bu yazı mənim axırıma çıxacaq, bu yuxarıdakı. Salam da, kimə deyim aşkım, salam. Qızadın oxşarısına paylaşın, düşək keşfətə. Düşürük ya, az düşürük. Nə qədər yiyirsən? Az bunların başı çatmır, yaxşılardan qırağı. Ay xanım, nə yedim mən indi? Qaşqaldaq. İndi yedim. Ooo. Zəng gəlmir, nətər gəlmir? Açıqda axı, bəbəm. İş olsun, sağ ol həyatım. Bəli. Məsləhət almaq istəyirdim. Nə? Utanıraq söndürdüm. Kimlə? Dur. Yaxşı eləyir. Alo. Nə deyirsən ay qız, sən ürəyimi üzdün day, qutar. Hə, deyirəm ki, sizə bayaqları sevirsiniz deyəcəkdim, amma deyə bilmədim, olar indi deyirəm. Hə. Demək, mənim bir rəfiqəm var. Rəfiqəm əslində, yəni belə mənim çox istəyir kimi göstərir özün. Amma məsələn, şəkillərdə falan şəkil çəkdirik, hə. Götürür özün düzəldir, paylaşır, mən necə varsa elə paylaşır. Yəni, məni çox belə istəyir kimi göstərir, amma mən istəyirəm ki, o məni istəmir də. İstəyir mən o qızdan uzaqlaşmalıyam, yoxsa yox. Elə bir dənə şəkil problemim budur. Yox, şəkil deyil də, təkcə bütün hər şeydə yavaş-yavaş özümü hiss edirəm və ki, mənə qarşı belə gəlib aparır da özü. Amma belə deyir ki, mən sənə dəhşət çox istəyirəm, belə elə. Padruqan nə bürcüdür? Bəli. Padruqan nə bürcüdür? Balıq. Sən nə bürcüsən? Tərəzi. Bəlkə xarakter elədi, nə bilim, babalını yumaq istəmirəm. Deyir sizə necə davam edeyim? Başqa şeylərlə sınada? Başqa da hər şeyi edirəm də, yəni dostluğa aid hər şeydə, yəni mənə çox istəyir. Sadəcə imini bilir ki, mən şəklə falan mənim də o vaxt bir dənə balıq padruqam var idi. İmini oradan bilir. Mənim də o vaxt balıq padruqam var idi. Onlar paxıllıqdan deyil, xasiyyətlər elədi. Məsəl üçün, mən kimisi yolda sataşanda ən çox mənə baxırdılar da, onun yanında ən çox mənə baxırdılar. Elə bir şeydir də, baxın. Mənə də baxanda o əsəbləşirdi. Məsələn, baxan adam başlayırdı söyməyə, ona kimsə baxanda söymürdü amma. Nə bilim.
Ay sağ olun. Baxın Toçno elə bir şeydir də, yəni Toçno. Amma bəzən belə xarakterləri var ki, mən istəyirəm, çox istəyirəm. Amma deyəsən o xarakteri elədir ki, o elə öyrəşir. Məncə xarakter elə də. Oldu, çox sağ olun. Olsun, sağ ol, indi padruka az deyil. Yaxşı dost azdır indi. Təkdən tüy. Dostlar var ki, sən... Hə, belə padruka azdır. Mən babalı yuya bilmərəm, axı durum deyim, paxıllığı çəkir. Mən yaxından tanımadığım insan haqqında necə danışım. Bəlkə deyir ki, özünə qarşı kompleksi var. Özünü düzəldir, paylaşır. Bəlkə səndə kompleks görmür, paylaşır. Səni elə. Mən onu nə deyə bilərəm? Ola bilər ki, insandır da, özündə kompleksi var. Özünü düzəldib paylaşır. Mənim məsəl üçün kompleksim yoxdur. Mən şəkil necə gəldi çəkib paylaşıram. Mənim ətrafımdakı insanlar da mənlə şəkil çəkdirəndə özlərini düzəldirlər, məni yox. Çünki bilir ki, mənim kompleksim yoxdur, mənim vecimə deyil. Mən elə şey kafaya takan adam deyiləm. Ay, burada pis düşdüm, burada yaxşı düşdüm. Ucu qaldı. Dostluğa dost az da. Yaxşı dost az da. Paxıl da çoxsa. Tatlı da. Hamı özü üçün özünə düzdür. Bəs nə? Padruka hamısı qızlar bir-birinin paxıllığını çəkir də. Kim istəyər, kim kimdən qəşəng görsənsin. Bütün qızlar istəyər ki, hamısı daha qəşəng. Kim ki deyir, mən istəyərəm, mənim padrukam məndən yaxşı görsənsin. Mən onu səmimiyyət qəbul eləmirəm. Şəxsən mən istəmərəm. Mən açıq danışıram. Mən istəmərəm kimsə mənim yanımda məndən qəşəng görsənsin. Bu paxıllıq deyil, bu sadəcə özümü daha çox sevməyimdir. Nə adiyyatı var ki? Hamı istəyər ki, hamı daha qəşəng görsənsin və ən gözəl o görsənsin. Yəni, mən istəyərəm, mən fədakarlıq eləyirəm, mən elə şey mənə çatmır. Düzgün bir şey deyil o. O paxıllıq da deyil. İnsan da özünü daha çox sevirsən. Nazlı, çox sağ ol. Sən də bütün canlılara yazırsan eyni sözü, bəsdir də. Az nə bilim, salatda da nə gəldi düzətmişəm. Xeyrə qarşı. Dost var ama azdır. Mən demədim dost yoxdur. Dedim dost azdır. Egoistsən. Egoist deyiləm. Sadəcə özümü hər kəsdən daha çox sevirəm. Yəni bəziləri kimi rola girmərəm. Mən istəyərəm ki, mənim dostum məndən yaxşı yaşasın. Elə bir həyat yoxdur. Hamı birinci özünü daha yaxşı yerdə görmək istəyir. Üzüm şişib yox. Elə olanların da qədir qiyməti bilinmir. Kimisə çox istəyə bilərsən, məsəl üçün öz aldığından dostluq ala bilərsən, öz elədiyi dostluq eləyə bilərsən, öz yediyindən imkanın varsa ona da eləyə bilərsən. O başqa şeylər. Ona əgər dostluğun deyirsən, mən istəyərəm, məsəl üçün mənim evim yoxdur, dostumun evi olsun, mənim olmasa da olar, onda evi ver, get qal evsiz. Eləyərsən, eləmərsən. Mümkünatı yoxdur. Anavız, atavız sizə pislik eləsə, anavız, atavızı silə bilmərsiniz. Harada geçsəz, anavız, atavızdır. Amma dostunuzu, padruqavızı silə bilərsiniz. Onu gördən. Boş elə. Bu oğlanı bilmirəm, mən nə bilim. Dost sən indiki zamanədə yaxşıları çıxmaq şərti ilə cibin, ətrafın, dostlar bu pis gündəsinə, yaxşı gündə hamı yandadır. Dost tanıyıram, neçə də evi var, dostu evsizdir. Yaxşı dostsan götür evin birini ver də. Danışanda deyir, mən dostum, boş şeylər də azamsın.
Verenler var. Verenler var. Deyirəm axı, 100'ün elə bir ki 50 de yok. 100'ün 70%'ni götür, 30%'i hə. Onlar da yarmayacaq ha. Dosta qarşı sadiq olanlar da yarmır. Cındırlıq görür. İki tərəfdən biri cındırlıq edir də. Yəni iki dostun axıra kimi getdiyini mən görməmişəm. Əsl dost ailədir ha. Biri yaxşı olsa da ömrüsü nankör çıxacaq. Yəni bu mümkün olan bir şey deyil ki, olmaz. Sənə çox sağ ol. Bəli. Alo, salam Ləman, necəsən? Salam. Əsl dost anadır. Bəzən ana da yaxşı dost olmur. Söhbət dost haqqında asılmışkən istəyirəm mən də bir şey danışım. Mən 2 ildir də evliyəm uje. Nişanlı 6 ay nişanlı qalmışam da mən. Demək, səhər saat 10-11 falan olardı. Nişanlım bizə gəlmişdi. Oturmuşdu da, yəni bizə tək özü gəlmişdi. Sonra padruqam da sən demə həmin gün bizə gələcəkmiş də. Bizim həyət evidir. Padruqam gəlib bizə gələndə mən də həyətdə idim də. Padruqamla rastlaşdım. Dedim ki, bəs evdə qonağımız var, nişanlım gəlib də bizə. Bu da belə nişanlım gəlib eşidəndən sonra təşvişə düşdü də. Dedi ki, ay gözü tez mən otağınıza keçin, makyaj edeyim özümə, bir nə gün deyəm falan. Getdi özünə, bizim otaqda makyaj eləmişdi də, geçən hazırlaşdı, saçı, makyajı. Yəni heç orada art niyyət düşünmədim də, bilmirəm ki, yəni niyə, indi də yəni belə art düşünürəm. İstəyirəm ki, yəni səndən soruşum ki, nəyə görə yəni o elə elədi bir dəvətdən, hələ dağılımda fırlanır. Hələ ki özüm heç makyajsız idim də, yəni əncimə gülüm deyim. Burada nə var çıxan? Bu bəzi qızlar nişanlananda elə bilirlər ki, bunların nişanlılarından yoxdur. Əmin ol ki, o səndən başqa heç kəsə lazım deyil aşkım. Dostunuz da padruqandır. İstəyir ki, sənin yanında qəşəng görsəsin. Niyə bunu yozursunuz ki? Burada nə var ki, yəni? Yox, yozmuram. Sadəcə məsələn o necə deyim? Yox, bu bəzi qızlar ər tapan kimi, evlənən kimi elə bilirlər ki, bunların ərləri elə han. Kimə lazımdır sizin nişanlılarınız, sizin ərlərinizi? Qurban olum, elə üzünüzə deyirəm, kimə lazımdır, başınıza dönüm. Kimə lazımdır da? Bir dəmə elə nə oldu elə hamı padruqasının sevgilisini qapdı. Oğlan yoxdur, nə yoxdur. O cındırlıq eləmək istəsə sənin üzvə deməzdi bir gedim bəzənim. O ürəyinin saflığından sənin yanında deyir, sən də ürəyində acıqva gəlməsin, cındır kimi düşünmüsən. Həm burada nə var ki, bəzənmək istəyir və sənin padruqanı istəyib qəşəng görsənsin. Art niyyət düşünmüsən də ürəyində şübhələrin var. Sən əsl dost deyilsən onda. Məncə sən o əlaqəvi kəs o qızla. Çünki bir insana qarşı sənin ürəyində şübhən varsa, sən ona o gözdən baxırsansa ki, hə mənim nişanlımda göz ola bilər. Sən ümumiyyətlə o insanla dostluq eləmə. Yox, onsuz ondan sonra əlaqəmiz yəni kəsildi. Prosta necə deyim? Bir də gələ kişiyə görə əlaqə kəsib padruqası ilə. Burada kişiyə görə kəsməmişəm. Nəyə görə kəsmisən? Mən kəsmədim, o kəsdi. Niyə kəsdi? Nə bileyim, həyatına bir girəndən sonra nəsə mənlə danışmadı. Tərsinə olar ya. Vallahi. Sən gah deyirsən art niyyət düşündüm, sonra da deyirsən həyatına biri girib. Görsünüz qızlar söhbəti necə fırlatdı. Çünki bildi ki, səhvdir. Heç o qızın həyatında heç kəs də yoxdur, yalandan danışır. Yox, bəziləri elə bilir ki, bunların nişanlıları elə yeldi, qozdu, əslir tökülür. Amma sizdən başqa heç kəsə lazım deyil, əmin ola bilərsiniz. O sənin nişanlı belə olmaq istəsə, sənə deməz gedin bəzənim gəlim. Deməsəydi, özün hardasa göstərməyə çalışsaydı, deyərdim, hə, saman altından su yeridir. Deyir də, bir şey sənin yanında deyir onu. Art niyyət olsa sənin yanında niyə desin? Neyinir sənin nişanlı? Başqa da qızlar, nişanlınızı, padruqalarınızı qısqanmayın. Əgər o kişi səni əsl sevirsə, sən onu itirməkdən qorxma. Yəni, qorxursansa, ürəyində şübhən varsa, o oğlanın sevgisindən sən deməli, əmin deyilsən. Sənin elə sevgilin padruqan olmasa da, başqa qız olsa da üstünə cumacaq, sən də ömür boyuna şübhə ilə yaşayacaqsan. Özgüvənli ol. İşte bu qədər. Getmək istəyən olsa gedəcək. Zorla tutub saxlamaqla deyil. Sevən heç vaxt getmir. Xəyanət də eləmir. Eləsə belə sənin padruqanla falan eləmir də. Yəni sən o qədər cındır vəziyyətə qoymur. Yəni, nə bilim. Düşüncəm belədir.